Bu reseptdə şirin çetə hazırlamaq çox asan olacaq. Evdə dadına doyulmaz, ətirli və yumuşaq çetə bişirmək istəyənlər üçün mükəmməl resept paylaşdım. Reseptə keçməmişdən öncə videonu bəyənməyi unutmayın. 1 ədəd yumurtaya 3 yemək qaşığı şəkər əlavə edib qarışdırıram. 1 stəkan qatığa 120 qram əritdiyim kərə yağını əlavə edib qarışdırmağa davam edirəm. 5 stəkan unu yarısını əlavə edib üzərinə 1 paçka vanilin, 1 paçka qabartma tozunu əlavə edib əlimlə xəmir yoğururam. Qalan unu da əlavə edib yoğurmağa davam edirəm. Xəmiri gözlətmədən ortadan ikiyə kəsirəm. Kəsdiyim hissəni isə oxluq vasitəsilə yayıram. 1 ədəd yumurta ağın kisəyə çəkirəm. Sarısını üzəri üçün ayırmışam. 1 stəkan fındığa, 1 stəkan şəkər əlavə edib qarışdırıb içlikdən səpirəm. Əvvəlcədən ayırdığım yumurta sarısının üzərinə çəkib çəngəl ilə bəzəklər atıram. Daha sonra kəsirəm. Əvvəlcədən isitdiyim 150 dərəcəli sobada bişirirəm. Bişən zaman ətri mətbəximi bürüyən çox ləzzətli, yumuşaq, şirin çetə reseptini bəyəndinizsə, bəyən tuşuna basmağı, yeni video reseptlərim üçün kanalıma abunə olmağı unutmayın. Gələn videolarda görüşmək diləyilə.